Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın sınaq toplusundan 31-ci sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, arxeirası biopoez fəziyyəsinin neçinci mərhələsini də özündə əks etdirir. Biopoez fəziyyəsi 3 mərhələdən ibarətdir. Birinci mərhələdə üzüm monomerlərin abiyogen sintezi, ikincisində bioloji polimerlərin yaranması və üçüncüsündə isə membran strukturlarının və artıq ilkin bürücəyələrin yaranması. Əvvəlki sınaqlarda da buna oxşayan suallar var idi. Orada katarxeyi soruşurdu. Katarxeydə demək nəsə baş verin belə bir sual idi. Orada birinci, ikinci mərhələlərə aid idi. Çünki katarxeydə həyat izləri yox idi, amma okeanda ilkin üzüm maddələr toplana bilərdilər. Demək burada arxeirasında da demək biz 3-cü mərhələni götürə bilərik. Çünki artıq arxeirasında canlılar yaranmışdı. Yəni ilkin deməli membran strukturlarına və bürücələr orqanizmlərin yaranmasına, yəni 3-cü mərhələni biz arxeya uyğun götürə bilərik. Sonra ikinci sualda deyir ki, həyatın yaranması haqqında fərziyyənin 3-cü pilləsi geoxronoloji cədvələ əsasən hansı eraya uyğundur? 3-cü pillə yenə də yəni membran strukturlarının və ilkin bürücələrin orqanizmlərin yaranması nəzərdə tutulur. Bu da yenə də arxeirasına uyğundur. Sonra 3-cü sualda maddələr mübadiləsində təsir edən daxili və xarici amillər qruplaşdırın. Daxili amillər hansılardır? Baxaq. Demək, soyuğun təsirindən maddələr mübadiləsinin pozulması soyuğun təsiridir. Bu temperatur dəyişkənliyi ətraf mühitlə bağlıdır. Yəni A-ya 2-yə aiddir. İnsülin hormonunun normadan az ifraz nəticəsində şəkərli diabet xəstəliyinin yaranması. İnsülin hormonu mədə-altı vəzi tərəfindən xarici ifraz olunan hormondur. Yəni bu hormon şəkərli diabet xəstəliyinin səbəb ola bilər əgər normadan az ifraz olunması. Yəni bu daxili faktordur. Yəni orqanizmin özü ilə bağlıdır. Belə deyək. 1-ə, onda B-yə aid oldu. Sonra iş yerində yaranan konflikt nəticəsində əsəblərin pozulması, iş yerində yaranan, yəni bu xarici faktor olacaq artıq. Yəni 2-yə C aid ediləcək. Qidalanma nəticəsində baş verən zəhərlənmə, qidanı da ətraf mühitdən alırıq, yəni xaricdən alırıq, xarici faktordur. Və hepatit xəstəliyi zamanı qaraciyərdə baş verən dəyişiklik. Qaraciyərdə baş verən dəyişiklik bu demək daxili faktor olacaq. Qaraciyərdə dəyişiklik baş verdiyi soruşduğuna görə. Daxili faktordur və 1 yəni E-də 1-ə aid olacaq. O zaman 1-ə B-yə, 2-yə ACD, bu da A bəndində verilmişdir. 4-cü suala baxaq. Düzgün fikirlər seçin. Maddələr mübadiləsi müxtəlif yaşlarda eyni olmur. Bəli, orqanizmin yaşından və fizioloji vəziyyətindən asılı olaraq maddələr mübadiləsi yəni dəyişə bilər. Sonra deyir ki, azotun orqanizm tərəfindən mənimsənilməsi səviyyəsi orqanizmin yaşından asılı olsa da, fəaliyyətindən asılı olmayaraq sabitdir. Yaşından da asılıdır, fəaliyyətindən də asılıdır. Yəni sabit deyil. Buna görə bu bizdən düzgün soruşurdu. İkinci fikir yanlış olacaq o zaman. Demək, uşaqlarda müsbət azot balansı müşahidə olunur. Bəli, yəni orqanizmə daxil olan azot xaric olan azotdan daha böyükdür. Yəni çıxanda müsbət azot balansı qalır. Doğrudur. Və 4-cüyə baxaq. 4-cüdə deyir ki, qidanın tərkibində olan azotdan xaric olunan azota çıxmaqla azot balansı hesablanır. Bəli, doğrudur. O zaman 1, 3, 4 bu da demək C bəndində verilmişdir. İnsan orqanizmində sellulozanın parçalanması necə təmin olunur? Selluloza fermentinin köməyi ilə insan orqanizmində selluloza fermentə əmələ gəlmir. İnfuzorların fəaliyyəti nəticəsində infuzorlar bəzi orqanizmlərlə simbiyoz həyat tərcih keçirirlər və onlardan deməli sellulozanın parçalanması həyata keçirilir, amma bu insan deyil. Sellulozanın hamısı həzm olunmamış şəkildə orqanizmdən xaric olunur. Yox, cüzi miqdarda da olsa həzm gedir. Yoğun bağırsaqda olan bir sıra fermentlərin təsiri ilə bağırsaqda simbiyoz yaşayan bakteriyaların fəaliyyəti nəticəsində. Bu doğru cavabdır. E-də deyir ki, bağırsaq reseptorlarının təsiri ilə xeyr. Bütün aləmlərin nümayəndələri arasında rast gəlinən və yalnız bir aləmin nümayəndələri arasında rast gəlinən qidalanma üsulunun müvafiq olaraq hansıdır? Bir aləmin nümayəndələri arasında rast gəlinən qidalanma tipi xemosintez idi. Xemosintez sadəcə bakteriyalar aləminə xas idi. Digərlərində yox idi. Ona görə D və E cavablarını çıxırıq. Və digər sualda deyir ki, bütün aləmlərin nümayəndələri arasında olsun. Burada parazit qidalanmadır. Parazit qidalanma bitkilərdə də var, heyvanlarda da var, bakteriyalarda da var, göbələklərdə də var. Amma digər cavablar saprofit və fotosintez, yəni bu bütün aləmlərin nümayəndələri arasında rast gəlinən qidalanma tipi deyil. Sonra 7-ci suala baxaq. Fotosintez edicilərə neçə aləmin çoxu hüceyrəli nümayəndələr arasında rast gəlinir? Fotosintez edicilər 3 dənə aləmdə olur. Bakteriyalarda, heyvanlarda və bitkilərdə.
Bakteriyalar çox hüceyrəli olmurlar. Ona görə bakteriyalar çıxdı. Heyvanların bir hüceyrəli nümayəndələri fotosintezidir. Yaşıl ev, Gleyna və Volvox. O zaman qaldı bitkilər. Yəni bitkilərin çox hüceyrəli nümayəndələri arasında fotosintez edicilər olur. Ona görə də yalnız burada A cavabı uyğun cavab olacaq. 8-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Deyir, demək Golgi kompleksi, lizosom, mitoxondriya, plastid müxtəlif hüceyrələrdə müxtəlif formalarda ola bilər. Bu Golgi kompleksidir. Məsələn, tor şəkildə olur, oraq şəkildə olur. Hüceyrədən hüceyrəyə forması dəyişə bilir. Ona görə 1-ə A aiddir. Digərlərini də yazaq. 2-də nə deyir? 2-də lizosomdur. Enerji stansiyasıdır. Xeyr, enerji stansiyası mitoxondriyadır. 2 aiddir. 7-də 2 günəş işığını uda bilən pigmentə malik ola bilər. Günəş işığını uda bilən pigment plastidlərdə var. Yəni 4-ə aiddir C. O zaman ən kiçik membranlı orqanoid, bəli, bu da ən kiçik membranlı orqanoid. Bəli, ən kiçik membranlı orqanoid lizosomdur. Düzdür. O zaman ardıcıllıq belədir. A, D, B, C. A, D, B, C. Bəli, B bəndi burada uyğun cavab olacaq. Sonra 9-cu suala baxaq. Verilən orqanoidlərin hissəsinin fəaliyyəti nəticəsində osmotik təzyiq azalır. Osmotik təzyiq azalır nə deməkdir? Yəni hüceyrədə üzvü maddə, ümumiyyətlə maddələrin qatılığı azalır. Maddələrin qatılığı azaldığına görə hüceyrəyə su az daxil olur. Amma hüceyrədə nə qədər demək maddələrin qatılığı çox olsa, o zaman hüceyrəyə daha çox su daxil olacaq və osmotik təzyiq çox olacaq. Osmotik təzyiqi azaldan orqanoidlər görək hansılardır? Birinci ribosom verib. Baxaq, ribosomlar zülal sintezi edir. Yəni onlar amin turşularını birləşdirirlər, çoxlu sayda amin turşularını. Bir dənə zülal əmələ gətirirlər tutaq ki. Bu o deməkdir ki, yəni üzvü maddələrin orada qatılığı azalmış olur. Azaldan deyirsə, o zaman biz biri götürə bilərik. Sonra ikinciyə baxaq. İkincidə nədir? Lizosom. Lizosomlar əksinə parçalanma işini həyata keçirirlər. Yəni, mürəkkəb quruluşlu maddələri sadə quruluşlu maddələrə qədər parçalayırlar, yəni qatılığı artırırlar. Qatılığı artırırlarsa osmotik təzyiqi də artıracaqlar. Eləcə də xloroplast. Xloroplast üzvü maddə əmələ gətirir. Yəni, glikoz əmələ gətirir. Glikoz əmələ gətirir və hüceyrə şirəsinin qatılığını artırır. Yəni, bu da uyğun deyil. Amma mitoxondriyaya baxaq, mitoxondriya glikozanı parçalayır. Glikozanı parçalayır və maddənin qatılığını azaldır. Bu tənəffüsdə baş verir də bu proses. Yəni maddələrin qatılığını azaldır. Azaldırsa osmotik təzyiq də azalır. Ona görə burada 1 və 3 doğru oldu. 1 və 3 də A bəndində verilmişdir. Uyğunlaşma formalarından hansısı düzgün göstərilməyib? İşıq və kölgənin növbələşdiyi ərazilərdə yaşayan zebranın zolaqlı dərisi qoruyucu rəngdir. Bəli, işıq və kölgənin yəni yerləşdirildiyi mühit rənginə uyğunlaşır burada. Doğrudur. Bitkinin qabığı üzərində yaşayan cücü şibiyə bənzər, maskalanmadır. Bəli. Adi gizli tikənin yandırıcı gizli tikənə bənzəməsi mimikriyadır. Bəli, qoruyucu vasitəsi olmayan bir canlının özünü qoruyucu vasitəsi olan bir canlıya bənzətməsi. Kirpinin tikanların olması maskalanmadır. Maskalanma olmaz, çünki maskalanma o zaman olur ki, yəni özünü müdafiə etmək üçün, qorunmaq üçün mühit rəngindən, məsəl üçün, üzr istəyirəm, mühitdə hər hansı bir əşyanın formasını alır. Bədən forması ilə özünü oxşadır. Kirpinin tikanların olması bu maskalanma deyil. Elə bu cavab budur da, düzgün göstərilməyən cavab. Eşək arısı milçəyə, torpaq arısına bənzəyir. Milçəklərdə biz bilirik ki, yəni qorunma vasitəsi olmur, onlar özlərini arılara bənzədirlər. Yəni qorunma vasitəsi olan bir canlıya bənzədirlər. O da mimikriyadır, doğrudur. 11-ci sualda verilənlərdən neçəsi atavizmdir? Aha, burada müxtəlif cavablar verilib. İndi burada çoxuşaqlılıq var. Çoxuşaqlılıq bir çox kitablarda verilmir, amma Landauda deməli çoxuşaqlılığı da atavizm kimi verib. Ona görə mən də burada atavizm kimi onu götürəcəyəm və demək çoxuşaqlılıq oldu biri. Sonra seyrək tükörtü, bu, yəni atavizm odur ki, hamıda olmasın, yəni nadirən üzə çıxsın. Seyrək tükörtü hamıda var, yəni bu rudimentdir, hamıda olan bir şeydir, ona görə götürmürük. Bu da quyruqluluğu götürəcəyik, bu da uyğun cavabdır. Ağıl dişləri rudimentdir, götürmürük. 2 aylı qırışemdə çoxlu süd vəzləri, bu embrioloji dəlildir. Əgər yetkin insanda desəydi, bunu atavizm kimi götürə bilərdik. Müxtəlif yumurta əkizləri, bəli, bu da atavizmdir. O zaman burada 3 dənə atavizm var, yəni cavab C bəndi olacaq. Sonra 12-ci sualda genotipli bir fərd AB genləri ilişiklidir. Bu fərd minimum neçə qamet sortu əmələ gətirir? AB genləri ilişiklidir. Belə çıxır ki, C geni sərbəst olacaq onda. Üzr istəyirəm. C geni sərbəst yerləşir. İndi deyir ki, burada neçə qamet sortu əmələ gətirir? Burada 2 qamet sortu əmələ gəlir.
minimum deyir də. Aha, minimum dediyinə görə crossover nəzərə almırıq və deyir ki, 2 tip burada qamət əmələ gələr. Böyük A, B və kiçik A, kiçik B. Buradan da yenə də 2 tip qamət əmələ gələr. Hansı qamətlərdir? Böyük C və kiçik C. O zaman 2 burada, 2 burada. Hasil edəcək 4. Yəni 2 vurulsun 2 bərabərdir 4 qamət edəcək. Sonra, indi bu qametləri yazaq da ən yaxşısı. Onsuz da çox qamət deyil, azdır. Bir dəfə bunu böyük C-ni yazıram. 2 tip C qamət əmələ gəlirdi də. Bir dəfə də kiçik C-ni yazıram. Eləcə də bunu bir dəfə böyük C-ni yazıram. Bir dəfə də kiçik C-ni yazıram. O zaman 4 tip qamət alındığını görürük. Sonra, demək 13-cü sualda nə deyir bizə? 13-cü sualda deyir ki, cümləni tamamlayın. Toxumluğun yetişmə zonasına daxil olmuş genotipli bir ana hüceyrənin meyoz bölünməsinin hissəsində maksimum 16 qamet yaranır. Maksimum 16 qamet. Baxaq, 16 qamet deyir, 16 növ qamet demir. Bəli, burada n-in qiyməti 4-dür. Əgər qametin sortun, yəni neçə sort qamet əmələ gəldiyini desəydi, 2/4-dən götürərdik, deyərdik 16 tip burada qamet verir. Amma burada qametin növün demir, sayın deyir, 16 qamet yaranır. Xeyr, mən bu barədə bir fikir deyə bilmərəm. Yalnız 4 fərqli qamet yaranır. Yəni, yenə də növü deyil, deyə bilmərəm. Sonsuz sayda qamet yaranır. Xeyr, sonsuz sayda da qamet yaranması da yəni, bu düzgün fikir deyil. Bir qamet əmələ gələr, xeyr. Minimum 2 növ qamet yaranır. Minimum 2 növ qamet yaranır, bəli, bu doğru ola bilər. Hansı halda doğru ola bilər? Crossover olmasın. Məsələn, götürək bunları bir xromosom üzərində ilişikli şəkildə və deyək ki, crossover getmir. Bir tip qamet bu olacaq, bir tip qamet də bu olacaq. Yəni, burada 2 tip qamet əmələ gələcək. Ona görə bu cavab D bəndi burada doğru ola bilər. 14-cü sualda biri mitoz və meyoz prosesinin fərqli xüsusiyyəti deyil. Əmələ gələn hüceyrələr uzun ömürlüdür. Mitozda əmələ gələn hüceyrələr uzun ömürlüdür, meyozda əmələ gələn hüceyrələrin isə ömrü qısadır. Fərqli xüsusiyyəti deyildir. Bu fərqlidir. İrsi müxtəliflik yaradır. İrsi müxtəliflik yaradan meyozdur. Ontogenezin sonuna dək davam edir. Ontogenezin sonuna dək davam edir. Bu, demək ki, yəni bütün ömrü boyu mitoz prosesi davam edə bilər. Meyoz isə sadəcə müəyyən çoxalma dövründə, yəni müəyyən dövrlərdə ola bilər. Əmələ gələn hüceyrələr təkrar mitoz bölünə bilər. Mitozdan əmələ gələn hüceyrələr də təkrar mitoz keçirir. Meyozdan da əmələ gələn hüceyrələr təkrar mitoz keçirir. Daha doğrusu mitoz keçirir. Məsələn, mitozdan əmələ gələn hüceyrə, tutaq ki, hər hansı bir dəri hüceyrəsi, məsələn, mitoz bölünmə nəticəsində əmələ gəlir, özü də mitoz keçirir. Amma tutaq ki, meyozdan əmələ gələn hüceyrələrə baxaq. Meyozdan əmələ gələn hüceyrələr tutaq ki, deyək, elə çoxalma dövründə rüşeym hissəsindəki hüceyrələr. Bunlar makrosporlar ana, deməli, yumurta hüceyrələrinin bölünməsindən yaranırdı. Meyoz keçirirdi, ana yumurta hüceyrə. Meyoz keçirirdi və oradan makrospor əmələ gətirirdi. Sonra həmin makrospor özü bölünürdü. Özünün nüvəsi bölünürdü. Nüvəsi bölünürdü və 8 nüvəli rüşeym hissəsinə çevrilirdi o. Yəni, bu 8 nüvəli rüşeym hissəsinə çevrilmək üçün də o mitoz yolundan bölünürdü. Yəni, meyozdan əmələ gələn hüceyrə mitoz keçirə bilər. Eləcə də, məsəl üçün, elçəkdə, məsələn, mikrosporlar əmələ gəldi meyoz yolundan. Sonra onlar 2 qatlı qılafla əhatə olunurdu, tozcuq dənələrini çevrilirdi. Onun da təzədən bölünməsi baş verirdi. Vegetativ və generativ nüvə əmələ gətirirdi. Sonra generativ nüvənin özü yenidən mitoz keçirirdi. 2 ədəd sperm əmələ gətirirdi. Yəni, bu mitozdan da, meyozdan da əmələ gələn hüceyrə mitoz keçirə bilər. Ona görə bu D bəndə uyğun cavabdır. E'də deyir ki, çoxalma böyümə inkişafı təmin edir. Hər ikisi. Xeyr, hər ikisi. Yəni, bunu ümumiyyətlə, meyozun əmələ gəlməsində, yəni meyoz prosesindən yaranan hüceyrələr, bunlar əsasən çoxalmaya xidmət edən hüceyrələrdir, sporlardır, qametlərdir və s. Yəni, bu ortaq tərəfləri deyil ona görə. Sadəcə burada D bəndi ortaq tərəf oldu. Hüceyrədə mitozun profaza mərhələsində xromosom, xromatid və DNT molekullarının cəmi X qədər olarsa, bu canlının diploid xromosom sayını tapın. Mitozun, deməli, profaza mərhələsi deyil. Profazada 2N, 4C və 4D olacaq. Nədir bunlar? Bu xromosom sayıdır, bu xromatid sayıdır, 4D isə DNT miqdarıdır. DNT molekullarının sayıdır. İndi bu hamısının birlikdə cəmi X-ə bərabər olub. Toplamı X-ə bərabər olub. Belə deyək də, bunları yəni cəmləsək bir yerdə, o zaman onlar, yəni, hamısı birlikdə 10-a bərabər olur. İndi deyək ki, bu canlının diploid xromosom sayını tapın. Diploid xromosom sayını tapmaq üçün, gəlin bunları əvvəlcə haploidə gətirək, sonra diploidi tapmaq üçün 2-yə çevirik. Yəni, haploid xromosom sayında N, S, D. Bunlar hamısı bir-birinə bərabər olurlar. O zaman, bunun biri ilə ifadə eləyək də, məsələn, bunu N ilə ifadə eləmək üçün X-i bölək 10-a. X-i bölək 10-a.
Və diploid yığım da dediyinə görə, diploid yığımda da 2n olur da. Vuraq 2-yə bunu. O zaman nə alınacaq? 2x bölünsün 10 və ya başqa sözlə x bölünsün 5. X bölünsün 5. X bölünsün 5-də bu da C bəndində verilmişdir. Diploid xromosom sayı n olan çəkli bitkinin endosperm hüceyrəsində mitozun anafazasının sonuna neçə xromosom olar? Diploid xromosom sayı deməli 2n-i n-ə bərabərdir. Endosperm hüceyrəsində 3n və başqa sözlə bu ifadə edilsə 1.5n mitozun anafazasının sonuna neçə xromosom görmək olar? Normalda yəni 1.5n sayda hüceyrə olur. Elə deyək ki, bunu qarışdırmamaq üçün gəlin ifadə elə. Yəni diploid yığımı burada n-dən verir. Mən qarışdırmamaq üçün m-dən ifadə edirəm. Endosperm hüceyrəsində 3n-dir. O zaman indi bu çevriləndə bunu tənasüb kimi qursaq, buradan taparıq ki, endosperm hüceyrəsi 1.5m-dir. Aha. İndi bu normalda 1.5m-dirsə, anafazada da hər qütbdə 1.5m olacaq da. Yəni 1.5m aşağıdadırsa, 1.5m də yuxarı qütbdə olacaq. Toplamda bu edəcək 3m. 3m. Aha. İndi neçə xromosom görmək olar? Elə biz n-i m-lə işarə eləmişdik də. İndi burada da cavabı n-lə verəcək. Ona görə də deyəcək ki, elə 3n sayda xromosom görmək olur. 3n sayda xromosom da bu da A bəndində verilmişdir bizə. Sonra 17-ci də. Deyir ki, çəkli bitkinin verilən strukturları ilə bu strukturları təmsil edən mərhələlərə uyğunlaşdırın. Aha. Hansılar deməli sporofitdir, hansılar gametofitdir. Aha, baxaq. Tozcuq dənəsi çəkli bitkilər. Tozcuq dənəsi gametofitdir, rüşeym kisəsi də gametofitdir. Yəni çəkli bitkilərdə gametofit nəsil güclü reduksiyaya uğramışdır. Tozcuq dənəsi və rüşeym kisəsi sadəcə gametofitdir. 3 və 4. Amma yumurtacıq və tozcuq hissəsi isə bunlar sporofit nəsildir. Sporofitdirlər. Yəni 1, 2 də A-ya aid oldu. O zaman A-ya 1, 2, B-yə də 3, 4. Bu da A bəndində verilmişdir. Sonra 18-də. İnfeksiya mənbəyi nədir? İnfeksiya mənbəyi xəstəlik törədicisinin sağlam insan və heyvan orqanizminə ötürülməsidir. Xeyr, mənbə deyil. Xəstəlik törədicisinin yaşaması, çoxalması və toplanması üçün əlverişli olan mühit. Bəli, mühit, mənbə, mühit ola bilər. Xəstəlik törədicisinin ətraf mühitdə olması xeyr, mənbə deyil. Törədicilərin yoluxmuş orqanizmdən ayrılması, xəstəlik törədicilərinin özü xeyr. 19-cu sualda deyir ki, xəstəlik törədicisinin yoluxma mexanizmi neçə mərhələdə həyata keçirilir? 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə yoluxmuş orqanizmdən ayrılması, ikinci mərhələdə mühitə keçməsi və üçüncü mərhələdə isə yeni bir insanın orqanizminə daxil olması. 19-da da cavab buna görə C bəndi edəcək. Yunanca sin hissəciyi necə tərcümə olunur? Sin mənası birlikdə deməkdir. Sinantrop məsələn, insanlarla birlikdə yaşayan canlılara deyilir. Ona görə də 20-də cavab C bəndi olacaq. 4-5 metr dərinlikdə torpağın mikroflorasının steril olmasının səbəbi nə ola bilər? 4-5 metrdə demək sterildir. Yəni steril nədir? Mikrobsuzdur. Oksigen olmaması səbəb deyil. Çünki elə canlılar var ki, oksigenə tələbatı yoxdur. Yəni oksigensiz tənəffüs edə bilər anaerob canlılar. Yəni bu səbəb deyil. Temperaturun yüksək olması 4-5 metr dərinlikdə, yəni temperatur nə dərəcədə yüksək ola bilər ki, oradan mikrofloranı, yəni steril etsin. Bu da uyğun cavab deyil. İşığın olmaması, yəni steril olmasının səbəbi deyil. Çünki elə canlılar var ki, ümumiyyətlə işığa tələbatı yoxdur. Yəni onlar qaranlıqda da yaşaya bilirlər. İşıq olmayan mühitdə də daha doğrusu yaşaya bilirlər. Temperaturun çox olması, rütubətin çox olması. Rütubətin çox olması deyir. Rütubətin çox olması steril olmayan səbəb deyil. Demək ki, rütubət çoxdursa, əksinə yəni canlıların yaşaması üçün daha əlverişli bir şərait olacaq. Temperaturun aşağı olması, bəli, temperaturun aşağı olması yəni canlıların həyat şəraitini pisləşdirə bilər. Çünki yəni temperatur müəyyən qədər həmin canlı üçün əlverişli olmalıdır və görünür ki, temperaturun aşağı olması canlılar üçün əlverişli şərait yaradır və steril olmaya səbəb olur. Sonra 22-ci suala baxaq. Torpağın üst qatında mikroorqanizmlərin miqdarı haqqında verilmiş hansı fikir doğrudur? Humus qatı ilə zəngin olduğu üçün çox olur. Ən üst qat deyir. Bilirik ki, torpağın deməli mikroorqanizmlərin miqdarı 5-20 sm dərinliyində daha çox olur. Yəni ən üst qatda demirik ki, canlılar çoxdur. Humus qatı ilə zəngin olduğu üçün olar.
Deməli, humus qatı ilə zəngin olduğu üçün mikroorqanizmlər bəli, torpaqda çox olacaq. Amma ən üst qatda mikroorqanizmlər çox deyil. Sonra oksigen çox olduğu üçün çox olar. Yenə deyir, çox olar. Ən üst qatda çox deyil. Düz düşən günəş şüalarının öldürücü təsirindən az olar. Ola bilər bu cavab. Digərlərinə baxaq. Çürüntü az olduğu üçün az olar. Az olacaq, amma çürüntü az olduğu üçün deyil. Bu, yəni torpağın üst qatında ümumiyyətlə çürüntü çox olur. Səbəb deyil bu. Torpağın növündən asılı olaraq dəyişə bilər. Torpağın ən üst qatında mikroorqanizm miqdarı haqqında verilmiş hansı fikir? Yəni burada dəyişməsi haqqında bizdə bir məlumat yoxdur ki, torpağın növünə görə ən üst qatda mikroorqanizmlərin miqdarı dəyişilir. Ümumiyyətlə torpağın növünə görə bəli və iqlim şəraitindən asılı olaraq mikroorqanizmlərin miqdarı dəyişilir. Amma ən üst qatda dəyişilməsi haqqında bir fikir yoxdur. Elə ən doğru cavab burada C bəndidir. Düz düşən günəş şüalarının öldürücü təsirindən az olar. Bəli, düz düşən günəş şüaları yəni canlılara daha çox məhv edici təsir göstərəcək. Yəni ona görə də onların yəni mikroorqanizmlərin miqdarını azaldacaq. Ona görə burada demək C bəndi doğru cavab olacaq. 23-cü sualda hansı xəstəliyin törədiciləri torpaqdan meyvə-tərəvəz qida məhsullarına keçməklə insanı yoluxdura bilərlər? Meyvə-tərəvəz vasitəsilə keçə bilən xəstəliklər burada botulizm xəstəliyidir. Botulizm demək torpaqda olur bunun törədiciləri və meyvə-tərəvəzlə qida məhsulları ilə torpaqdan insana keçə bilir. Sonra 24-də uyğunluğu müəyyən edindir. Biotop və biosenoz. Biosenoz nədir? Biosenoz canlıların birliyidir. Biotop isə onların yaşadığı şəraitdir. Burada biz seçim edək. Biotop və biosenoz. Biotop dedik ki, yaşadıqları mühitdir. Məsəl üçün, yaşadığı mühit atmosfer ola bilər, torpaq ola bilər. Amma biosenoz canlıların birliyidir. Burada heyvanlar ola bilər, mikroorqanizmlər ola bilər və bitkilər ola bilər. 1-ə A-dir, 2-yə də B, C, E aiddir. Bu da 24-də B bəndində verilmişdir. Yəni 24-də B bəndi uyğun cavab olacaq. 25-ci sualda bentoz orqanizmləri seçin. Bentozlar hansılardır? Bentozlar dibdə yaşayan orqanizmlərdir. Bura aiddir, məsəl üçün, xərçənglər aiddir, mərcanlar aiddir, mollusklar aiddir və s. Burada məsəl üçün nümayəndələrdən xərçəngin nümayəndəsi var, molluskların nümayəndəsi var. Digərləri isə demək balıqlar üzən canlılardır, nekton orqanizmlərdir. Göy aşırı yosunlar və xlamidonata isə bunlar da plankton orqanizmlərdir. Sadəcə 2 ilə 4 uyğundur. Bu da bizə verilmişdi C bəndində. Yəni 25-ci sualda cavab C bəndi olacaq. 26-cı suala da baxaq. Demək, xlorofil pigmentinə malik olmayan avtotrof canlını seçin. Avtotrof canlı olsun, amma xlorofilə malik olmasın, yəni fotosintezçi olmasın. Burada söhbət onda xemosintezçi canlıdan gedir. Xemosintezçi də B bəndidir, yəni hidrogen bakteriyası. 27-ci suala baxaq. Yıldızlar əsasən qida zəncirinin hansı halqasına aid edilir? Yıldızlar isə bu konsumentdir və 3-cü dərəcəli konsumentdir, yəni E bəndi burada uyğun cavab olacaq. Sonra 28-ci sualda biotexnologiyada hansı mühəndislik üsulu həm heyvanlara, həm də bitkilərə tətbiq oluna bilər? Demək, xromosom mühəndisliyi haqqında verilmişdir ki, orada bitkilərə tətbiq olunur. Amma digərləri, yəni gen və hüceyrə mühəndisliyi həm bitkilərə, həm də heyvanlara tətbiq oluna bilər. Yəni cavab E bəndi olacaq. 29-cu sualda uyğunluğu müəyyən edin. Deyir ki, hüceyrə mühəndisliyi, xromosom mühəndisliyi və gen mühəndisliyi, yəni 1, 2, 3 verilmişdir. Yalnız bitkilərə tətbiq olunur. İndi dedik o barədə. Dedik ki, xromosom mühəndisliyi sadəcə bitkilərə tətbiq olunur. Yəni 2-də A bəndi uyğun cavab olacaq. Sonra plazmidlərdən istifadə olunur. Bu gen mühəndisliyidir. B bəndi. Xərçəng hüceyrələri və limfositlərin hibridləri bu üsulla alınır. Bu hüceyrə mühəndisliyidir. Yəni 1-ə aiddir C. Ətraf mühitin dəyişmiş şəraitində dözümlü sortlar almaq olar. Sortlar almaq olar. Hər üçündən almaq olar bunu əslində. Hər üçündə demək dözümlü sortlar alına bilər. Transgenez prosesi həyata keçirilir. Yəni genlər köçürülür. Bu gen mühəndisliyidir. 3-ə də demək E bəndi aid oldu. O zaman deməli 1-ə aid oldu C-dir. 1-ə C-dir aid oldu. 2-yə A-dir aid oldu. 3-ə də B, D, E aid oldu. O zaman bu A bəndidir. Elə 29-da A bəndi uyğun cavab olacaq o zaman. 30-cu suala baxaq. 2 qat maylamada iştirak edən haploid hüceyrə sayı 192 olarsa, erkək gametofit və ana tozuq hüceyrə sayının cəmi neçə olar? Demək, deyir ki, haploid hüceyrə sayı 2 qat maylamada iştirak edən haploid hüceyrə sayı 3 dənədir. 2 spermi, 1 dənə də yumurta hüceyrə. Mərkəzi hüceyrəni götürmürük, çünki o diploiddir. O zaman 192-ni bölürük 3 yerə və tapırıq neçə? Tapırıq 64.
64 dənə nə? 64 dənə demək saydı. 64 sayı demək göstərir demək yumurta hüceyrəni. 128 dənə də demək sperm iştirak edir. 128 dənə sperm iştirak edir. 128 dənə sperm iştirak edirsəm, bu spermlər demək 64 dənə tozcuq dənəsindən əmələ gəlir. Çünki hər bir tozcuq dənəsi 2 sperm əmələ gətirir. Əgər 128 dənə sperm varsa, deməli 64 demək tozcuq dənəsinin və yaxud da başqa sözlə 64 erkək gametofitinin bölünməsindən yaranıblar. 64 dənə erkək gametofit var. Sonra nəyi soruşurdu bir də bizdən? Ana tozcuq hüceyrələrini say. Erkək gametofitlər tozcuq dənələrdə mikrosporlardan əmələ gəlirlər. Mikrosporlar özləri də ana tozcuq hüceyrənin meyoz bölünməsindən əmələ gəlirlər. İndi 64 gametofit yadımızda qalsın, tapaq. Bir ana tozcuq hüceyrəsindən 4 dənə mikrospor əmələ gəlirdi. Hansı ki, gələcəkdə o da 4 dənə tozcuq dənəsinə çevrilirdi. İndi 64 dənə gametofitin və yaxud da ki 64 dənə tozcuq dənəsinin əmələ gəlməsinin neçə dənə ana hüceyrə lazımdır? X sayda. Buradan X-i tapırıq 16. İndi bu ikisinin cəmini soruşurdu. 64 dənə erkək gametofit idi, 16 dənə də ana tozcuq hüceyrəsi. İkisi birlikdə 80 edəcək. 80 də bizə B bəndində verilmişdir. Sonra hüceyrə xromosom mühəndisliyinin oxşar xüsusiyyəti hansıdır? Hər üçündə 29-cu testdə idi, səhv etmirəmsə düşmüşdü buna oxşayan sual. Hər üçünə dedik ki, mühit şəraitinə dözümlü fərdlər alınır. Hüceyrə mühəndisliyində də, xromosom mühəndisliyində də, gen mühəndisliyində də. Ona görə burada belə çıxır ki, A bəndi oxşar xüsusiyyətdir. Xromosomların dəyişməsinə əsaslanır bu xromosom mühəndisliyidir. Yalnız bitkilərə tətbiq olunur xromosom mühəndisliyi. Plazmidlərdən istifadə olunur, bu gen mühəndisliyidir. Heç biri deyil bunların. Cinsi yolla çarpazlaşdırılması mümkün olmayan canlılara tətbiq olunur. Bu da hüceyrə mühəndisliyidir. Məsəl üçün, kartofla, məsələn, pomidorun cinsi yolla çarpazlaşdırılmır, amma onların hüceyrə mühəndisliyi ilə hibrid hüceyrələr alınır. Və yaxud da ki, alma ilə albalı, xərçəng kişi ilə limfosit hüceyrələri və s. 32-ci sualda. Fermentlərin iştirakı ilə DNT molekulu sahələrinin çoxaldılması üsulu kim tərəfindən hazırlanmışdır? Fermentlərin iştirakı ilə DNT sahələrə çoxaldılır. Polimeraza zəncir reaksiyaları deyilir buna. Deməli, kim tərəfindən hazırlanmışdır? Çermülis tərəfindən. Hətta buna görə də Nobel mükafatına layiq görülmüşdür. Yəni 32-də E bəndi doğru cavab olacaq. Sonra 33-də Şirvanşah üzüm sortudur. A-da üzüm növüdür verilib, amma üzüm sortudur. 34-də ikinci çörəyin yabanı forması. İkinci çörək kartofdur. Kartofun yabanı forması bütün dünya ölkələrində rast gəlinir. Yabanı formasına yox. Çili və Perunun dağlıq ərazilərində rast gəlinir. B-də deyir ki, Çili və Perunun düzənlik ərazisidir. Ona görə bu yanlışdır. C-də deyir ki, meyvə yarpaqları azotla zəngindir. Xeyr. Mərkəzi Amerika mənşə mərkəzinə aid bitkidir. Xeyr. Cənubi Amerika və yaxud da ki, Ant mərkəzinə aid bitkidir. Yəni E bəndi doğru cavab olacaq. 35-ci sualda. Mitoz-meyoz bölünmənin oxşar cəhəti sayıla bilməz. Buradan testdən cavab olaraq B-ni götürür. Və cüt homoloji xromosomlar ayrılır. Düşünürəm ki, bəli, cavab burada B bəndi. Yəni bunların oxşar tərəfi deyil bu. Meyoz bölünmədə biz bilirik ki, homoloji xromosom cütlər əmələ gəlirdi. Sonra isə onlar bir-birlərindən ayrılırdılar. Yəni bu ortaq tərəfləri deyil. Mitozda bu baş vermirdi. Amma 11-ci sinif dəstəyində mitoz-meyozun oxşar tərəfi kimi sonuncu paraqraflarda idi bu 11-ci sinif dəstəyində. Oxşar tərəfi kimi bunu da vermişdi. Cüt homoloji xromosomlar ayrılırlar. Yəni oxşar tərəfdir. İndi ola bilsin ki, o kitabda yanlışlıq gedib. Çünki düşünürəm ki, yəni doğrudan da cüt homoloji xromosomların ayrılması mitoz və meyozun oxşar tərəfi ola bilməz. Bu sadəcə meyoza aid olacaq. Ona görə də burada B bəndi yanlışdır. Meyozun birinci və ikinci bölünməsinin ortaq xüsusiyyəti sayıla bilər. Cüt homoloji xromosomlar ayrılır. Xeyr, bu ortaq xüsusiyyət deyil. Meyoz bir aiddir. İnterfazdır, replikasiya baş verir. Demək ki, replikasiya nədir? DNT-nin içləşməsidir. DNT-nin içləşməsi demək meyoz 1-də baş verir, amma meyoz 2-də baş vermir bu. Konjugasiya prosesi gedir meyoz 1-də. Xromatidlər ayrılır. Xromatidlər meyoz 2-də ayrılır. Birincidə demək homoloji xromosomlar ayrılıb qütblərə çəkilir. Bölmə vətərləri yaranır. Bölmə vətərləri hər ikisində yaranır. Bəli, bu hər ikisində olan cavabdır. Sonra digərlərinə də baxaq. Hansı geri cins çoxalma formasında 2
yəni birinciyə 2 fərd iştirak etsin və cins çoxalma formasında da 1 fərd iştirak edir. Aha, burada söhbət demək B bəndinə gedir. Belə ki, calaq qeyri-cins çoxalma üsuludur və qeyri-cins çoxalma üsullarını bir dənə calaq idi ki, orada 2 fərd iştirak edirdi. Partenogeniz isə cins çoxalmadır, amma orada 1 fərd iştirak edir. Yəni mayalanmamış yumurta hüceyrədən canlılar qəzmə əmələ gəlir. Ona görə də B bəndi uyğun cavab olacaq. 38-də cins çoxalmanın primitiv forması olub, əsasən oturaq və parazitə təzyiq keçirən orqanizmlər arasında təsadüf olunur. Yəni söhbət burada hermafroditizmdən gedir. Bu çoxalma formasına aid olan canlını seçin. Hermafrodit canlılarda eyni bir orqanizmdə həm yumurtalıqlar olurdu, həm də toxumluq olurdu. Soxulcan demək bilirik ki, bir cüt yumurtalığı 2 cütdə toxumluğa malikdir. Ona görə o hermafrodit canlıdır. Amma buna baxmayaraq mayalanma çarpaz gedir onlardan. Bir çiçəkdə 2 qat mayalanmada iştirak edən qamet sayı hüceyrə sayından 30 ədəd azdırsa, maksimum neçə toxum yaranır? Aha. Demək, bir toxum yarananda 4 hüceyrə iştirak edirdi, 3 qamet iştirak edirdi. Fərq 1-ə bərabər olurdu. Yəni bir hüceyrədə bu fərq 1-ə bərabər olurdu. İndi fərq 30-a bərabərsə, deməli 30 toxum yaranır. 30 toxum yaranırsa 30 da A bəndində verilmişdi. Yəni 39-cu sualda cavab ilə A bəndi olacaq. Sonra 40-da izogamiya, anizogamiya, olgamiya. İzogamiya nədir? Qametlər eyni ölçülü bərabər deməli qametlər idi. Ulva idi, ulotrix idi, xlamida monada idi, braid idi. Yəni 1-ə burada A-na aid edəcək. 2-yə və 3-ə. Deməli anizogamiya. Anizogamiyada qametlər müxtəlif ölçülü idi. Hər ikisi hərəkətli və yaxud da ki, hər ikisi hərəkətsiz idi. Burada indi aid edəcək anizogamiyaya çiyələyi məsələn, sonra elə bir dənə çiyələyi. Sonra olgamiyada. Olgamiyada yumurta hüceyrə iri idi, hərəkətsiz idi, spermatozoid isə xırda idi və hərəkətli idi. Ona görə də demək olgamiya aid oldu quş mamırı, aid oldu erkək qışı. Bir də ki, ümumiyyətlə heyvanların əksəriyyətinə qametlər, yəni olgamiya tipindədir. Ona görə D bəndi də bura aid oldu. Belə çıxır ki, 1-ə A, 2-yə C, 3-ə də BDE. B bəndi aiddir. 40-cı sualda cavab da B bəndi oldu. İndi buradan testimiz yekunlaşdı. Testimiz yekunlaşdı burada. Ümid edirəm ki, izahlar hər biriniz üçün inşallah aydın olar. Videonu baxarkən bəyənərsiniz. Bəyənsəniz bəyənmə tuşuna basmağı və kanala abunə olmağı unutmamanızı sizdən xahiş edirəm. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm.